Çox təəssüf ki, Azərbaycan qadınına indi də aşlanır ki, sən aşağısan, sən azad olmalısan, sən müstəqil olmalısan, iqtisadi cəhətdən heç kimdən asılı olmamalısan. Ya adam, niyə bunu aşılıyırsınız? Biz kişilər imperialist zad deyil ki, işğalçı zad deyil ki, gəlib işğal eləmir. Bu təbiətin yaratdığı bir şeydir. Bilirsinizmi? O insanlar sərbəst seçim etsin, rahat yaşasın. Amma təlqin etməyin ki, sən azad olmalısan. Kimdən azad olursunuz? Nədən azad olursunuz? Bu yanlış təbliğatların nəticəsidir ki, düşüncələr, təfəkkürlər döyüşür, toqquşur. Azərbaycan cəmiyyətində problem qadın-kişi problemi deyil. Azərbaycan cəmiyyətində problem güclü-gücsüz problemi. Azərbaycan cəmiyyətində güclü-gücsüz əzir. Qadın da gücsüz olduğuna görə əzilir. Nə zaman ki bu cəmiyyətdə güclü-gücsüzü əzməyəcək, haqq, ədalət təcəlli edəcək. Azərbaycanda güclü-gücsüz məsələsindən çox haqlı-haqsız məsələsi müstəvisində problemlər həll olunacaq, qadının heç bir problemi olmayacaq.